Herkese salam, mən Daşqın Adgözəlov. Bugün sizə investisiyanın idarə edilməsi fənnindən investisiya fəaliyyətinin həyata keçirilməsi mövzusunu izah edəcəyim. Mövzumuz 6 sualdan ibarətdir. Birinci sual investisiya fəaliyyəti, ikinci sual investisiya fəaliyyətinin obyektləri və subyektləri, üçüncü sual investisiya fəaliyyətinin subyektlərinin vəzifələri, dördüncü sual investisiya fəaliyyətinin subyektləri arasında münasibətlər, beşinci sual investisiya fəaliyyətinin maliyyələşdirmə mənbələri, altıncı sual investisiya fəaliyyətinin dövlət tənzimlənməsi. İnvestisiya fəaliyyəti investorların investisiya qoyuluşu və onun həyata keçirilməsi ilə əlaqədar bütün hərəkətlərinin məcmusudur. İnvestisiya fəaliyyətinin aşağıdakı növləri vardır. Birinci, Azərbaycan Respublikasının vətəndaşları, qeyri-dövlət müəssisə, idarə, təşkilat və qurumları tərəfindən həyata keçirilən özəl investisiya fəaliyyəti. İkincisi, dövlət hakimiyyət və idarəetmə orqanları, habelə dövlət müəssisə, idarə, təşkilatları tərəfindən büdcələrin və büdcədənkənar fondların özlərinə məxsus və borc vəsaitinin hesabına həyata keçirilən dövlət investisiya fəaliyyəti. Üçüncü, xarici vətəndaşlar, hüquqi şəxslər, dövlətlər, beynəlxalq maliyyə təşkilatları, habelə vətəndaşlığı olmayan şəxslər tərəfindən həyata keçirilən xarici investisiya fəaliyyəti. Dördüncüsü, Azərbaycan Respublikasının və xarici dövlətlərin vətəndaşları, hüquqi şəxsləri və dövlətlər tərəfindən həyata keçirilən birgə investisiya fəaliyyəti. İstehsalata və sosial sahəyə elmi-texniki tərəqqinin nailiyyətlərini tətbiq etmək üçün investisiya fəaliyyətinin bir forması kimi innovasiya fəaliyyəti də həyata keçirilir. İnnovasiya, yenilənmə, yaxşılama mənasını verir. Yüksək səmərəlilik və tərəqqi məqsədi ilə yeniliyin tətbiqi, başqa sözlə, insanın intellektual fəaliyyətinin, kəşfinin, ixtirasının son nəticəsinin və ya təkmilləşdirilmiş halının cəmiyyətə təqdim edilməsi innovasiya fəaliyyəti adlanır. Və innovasiya fəaliyyətinə aşağıdakılar daxildir. Birincisi, uzunmüddətli elmi-texniki proqramların həyata keçirilməsi. İkincisi, iqtisadiyyatın strukturunun təkmilləşdirilməsi məqsədi ilə məhsuldar qüvvələrin vəziyyətində keyfiyyət dəyişiklikləri, fundamental tədqiqatların maliyyələşdirilməsi. Üçüncüsü, texnika və texnologiyanın prinsipcə yeni, qənaətçil növlərinin işlənib hazırlanması, buraxılması, yayılması və tətbiqi. İnvestisiya fəaliyyətinin obyektləri və subyektlərinə gəldikdə isə, obyektləri iqtisadiyyatın bütün sahələrində hər hansı əmlak, o cümlədən əsas fondlar və dövriyyə vəsaiti, qiymətli kağızlar, məqsədli pul əmanətləri, elmi-texniki məhsullar, intellektual sərvətlər, digər mülkiyyət obyektləri, habelə əmək hüquqları investisiya fəaliyyətinin obyekti ola bilər. Yaradılması və istifadə edilməsi Azərbaycan Respublikasının qanunvericiliyi aktları ilə müəyyənləşdirilmiş sanatoriya, gigiyena, radiasiya, ekologiya və digər normalarının tələblərinə uyğun gəlməyən, habelə vətəndaşların, hüquqi şəxslərin və dövlətin qanunla müdafiə edilən hüquq və mənafeylərini, eləcə də insanların sağlamlığını, dövlət təhlükəsizliyini pozan yaxud poza biləcək obyektlərə investisiya qoyulması qadağandır. Subyektlərinə gəldikdə isə, aşağıdakılar investisiyanın subyektləri ola bilər. Azərbaycan Respublikasının və xarici ölkələrin vətəndaşları və hüquqi şəxsləri, vətəndaşlığı olmayan şəxslər, habelə dövlət investisiya fəaliyyətinin subyektləri ola bilər. İkincisi, özünə məxsus olan, borc götürdüyü və ya cəlb etdiyi maliyyə vəsaitini, maddi və intellektual sərvətləri investisiya fəaliyyəti obyektlərinə qoymaq haqqında qərar qəbul edən, habelə onlardan istifadə olunmasını təmin edən subyektlər investorlardır. İnvestorlar investisiya fəaliyyətində əmanətçi, kreditor və alıcı qismində çıxış edə bilər,
Habelə investisiya fəaliyyətinin istənilən iştirakçısının funksiyalarını yerinə yetirə bilərlər. Üçüncü, investisiya fəaliyyətinin həyata keçirilməsini sifarişlərin icrası qismində və ya investorların tapşırığı əsasında təmin edən Azərbaycan Respublikasının və xarici dövlətlərin vətəndaşları və hüquqi şəxsləri, habelə vətəndaşlığı olmayan şəxslər investisiya fəaliyyətinin iştirakçıları hesab olunur. İnvestisiya fəaliyyətinin subyektlərinin vəzifələri. İnvestisiya fəaliyyətinin subyektləri Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən olunmuş hallarda və qaydada müvafiq olaraq aşağıdakıları həyata keçirməyə borcludurlar. Birinci, maliyyə vəsaiti və maddi sərvətlər əsasında həyata keçirdikləri investisiyanın həcmi və maliyyələşdirilməsi mənbəyi barədə yerli banklara və ya maliyyə orqanlarına müvafiq orqanların arayışını təqdim etmək. İkincisi, əsaslı tikinti və icazə tələb edən digər işlər üçün müvafiq dövlət orqanlarından və xüsusi xidmətlərdən zəruri icazə və ya razılıq almaq. Üçüncüsü, texnoloji, sanatoriya, radiasiya, ekologiya və digər arxitektura tələblərinə əməl edilməsi baxımından investisiya layihələri üçün ekspertiza rəyi almaq. Üçüncüsü, Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada müəyyənləşdirilən norma və standartlara, habelə beynəlxalq norma və standartlara əməl etmək. Dördüncü, dövlət orqanlarının və vəzifəli şəxslərin öz səlahiyyətləri daxilində Azərbaycan Respublikasının qanunvericiliyi aktlarına uyğun verdikləri tələbləri yerinə yetirmək. Növbəti, müəyyənləşdirilmiş qaydada maliyyə və statistika hesabatları təqdim etmək. Haqsız rəqabətə yol verməmək və anti-inhisar tənzimlənməsinin tələblərinə əməl etmək. Xüsusi razılıq tələb olunan fəaliyyət növləri ilə məşğul olmaq üçün investisiya fəaliyyətinin iştirakçıları lisenziya almalıdır. İnvestisiya fəaliyyətinin subyektləri arasında münasibətləri tənzimləyən əsas hüquqi sənəd müqavilədir. Müqavilənin bağlanması, tərəflərin seçilməsi, öhdəliklərin təsərrüfat subyektlərinin Azərbaycan Respublikasının qanunvericiliyinə zidd olmayan hər hansı şərtlərinin müəyyənləşdirilməsi investisiya fəaliyyəti subyektlərinin səlahiyyətlərinə daxildir. Dövlət orqanlarının və vəzifəli şəxslərin müvafiq qanunvericilik aktları ilə müəyyənləşdirilmiş həddən artıq investisiya fəaliyyəti subyektlərinin müqavilə münasibətlərinə qarışmasına yol verilmir. İnvestisiya fəaliyyəti subyektlərinin hüquqları aşağıdakılardır. Birinci, Azərbaycan Respublikası ərazisində mülkiyyət formasından və təsərrüfat fəaliyyətinin növündən asılı olmayaraq investisiya fəaliyyətinin bütün subyektləri investisiya fəaliyyətinin həyata keçirilməsi sahəsində bərabər hüquqlara malikdir. İkinci, investor müstəqil surətdə investisiya qoyuluşunun məqsədini, istiqamətini, növünü və həcmini müəyyənləşdirir. Onun həyata keçirilməsi üçün müqavilə əsasında, o cümlədən müsabiqə və hərrac yolu ilə fiziki və hüquqi şəxslərin investisiya fəaliyyətinin hər hansı iştirakçısı qismində cəlb edir. Üçüncüsü, investorun qərarı ilə investisiya və ya onun nəticələrinə sahiblik, istifadə və sərəncam hüquqları qanunla müəyyənləşdirilmiş qaydada digər fiziki və hüquqi şəxslərə verilə bilər. Dördüncü, investor investisiya qoyuluşu üçün maliyyə vəsaitini, kredit, qanunvericiliklə müəyyən edilmiş qaydada qiymətli kağızlar buraxılışı və borc kimi cəlb edə bilər. Beşincisi, Azərbaycan Respublikası qanunvericiliyinə zidd olmadıqda, investorun fiziki və ya hüquqi şəxslərdən birbaşa və ya vasitəçilik yolu ilə istənilən miqdarda və növdən olan əmlakı tərəflərin müəyyənləşdirildiyi qiymətlərlə və şərtlərlə almaq hüququ vardır. Altıncı, dövlət və bələdiyyə mülkiyyətinin, habelə başa çatdırılmamış tikinti obyektlərinin özəlləşdirilməsində investorlar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyənləşdirilmiş şərtlərlə və qaydada
iştirak edə bilərlər. 5-ci sualımız investisiya fəaliyyətinin maliyyələşdirmə mənbələridir. İnvestisiya fəaliyyəti aşağıdakı maliyyə mənbələri ilə maliyyələşdirilə bilər. Birinci, investorun özünün maddi və intellektual sərvətləri, maliyyə vəsaiti və təsərrüfat daxili ehtiyatları. Burada təsərrüfat daxili ehtiyatları dedikdə mənfəət, amortizasiya ayırmaları, fiziki və hüquqi şəxslərin pul yığımları, əmanətləri, qəza və təbii fəlakət nəticəsində dəymiş ziyanın ödənilməsi üçün sığorta orqanlarının müvafiq ödənişləri və digər məbləğləri, ehtiyatları deyə bilərik. İkinci, investorun borc, maliyyə vəsaiti, bank və ya kredit büdcə istiqrazları, digər vəsaitlər, investorun cəlb edilmiş maliyyə vəsaiti, əmək kollektivlərinin, vətəndaşların, hüquqi şəxslərin payları və digər haqları, səhmlərin satışından əldə edilən vəsait. Üçüncü, büdcədən və büdcədən kənar fondlardan investisiya məqsədi ilə köçürmələr, xarici investisiyalar. Növbəti, müəssisələrin, təşkilatın və vətəndaşların əvəzsiz və xeyriyyə haqları, ianələr və s. Zərurət yarandıqda investisiya fəaliyyətini həyata keçirmək məqsədi ilə müvafiq investisiya fondları və digər təsisatları yaradıla bilər. İnvestisiya fəaliyyətinin dövlət tənzimlənməsi, vahid iqtisadi, elmi texniki və sosial siyasət yeridilməsi məqsədi ilə həyata keçirilir və Azərbaycan Respublikasının sosial-iqtisadi inkişaf proqramında nəzərdə tutulmuş həcmlərdə dövlət büdcəsi hesabına maliyyələşdirilir. İctimai tələbatın ödənilməsinin daha vacib istiqamətlərində investisiya fəaliyyətini həyata keçirən investorlara Azərbaycan Respublikasının qanunvericilik aktları ilə nəzərdə tutulan güzəştlər verilir. İnvestisiya fəaliyyətinin dövlət tənzimlənməsinin formaları aşağıdakılardır. Birinci, investisiya fəaliyyətinin dövlət tənzimlənməsinə dövlət investisiyanın idarə olunması, habelə investisiya fəaliyyəti şərtlərinin tənzimlənməsi və bu şərtlərə investisiya fəaliyyətinin bütün subyektləri tərəfindən əməl edilməsinə nəzarət daxildir. İkinci, dövlət investisiyasının idarə olunması, Respublika və yerli dövlət hakimiyyət və idarəetmə orqanları tərəfindən həyata keçirilir və büdcə, büdcədən kənar vəsaitin və həmin orqanlar tərəfindən cəlb edilən başqa vəsaitin planlaşdırılmasından, investisiyanın şərtlərinin müəyyənləşdirilməsindən və bunlarla bağlı digər məsələlərin həllindən ibarətdir. İnvestisiya fəaliyyətinin dövlət tənzimlənməsi aşağıdakı vasitələrlə həyata keçirilir. İlk öncə, kredit və amortizasiya siyasətinin həyata keçirilməsi, o cümlədən əsas fondların sürətli amortizasiya yolu ilə. Amortizasiya üzrə güzəştlər ayrı-ayrı iqtisadi sahələr, əsas fondların və avadanlığın müxtəlif növləri və elementləri üçün dəyişkən və fərqli müəyyən edilə bilər. Amortizasiya, əsas vəsaitlərin istehsal prosesində öz dəyərini məhsulun üzərinə hissə-hissə keçirilməsi prosesidir. Bu proses qanunvericiliyin tələblərinə uyğun olaraq həyata keçirilir. Amortizasiyanın hesablanması müxtəlif metodlar vasitəsilə aparıla bilər. Ən çox istifadə olunan və tətbiq olunan metodlar isə düz xətt metodu və azalan qalıq metodudur. Düz xətt metodunda əsas vəsaitin ümumi dəyəri faydalı istifadə müddətinə birbaşa bölünür. Azalan qalıq metodu isə hər il üzrə ayrılmış vəsait ümumi məbləğdən çıxılır və yerdə qalan məbləğin faizi tapılır. Növbəti ayrı-ayrı region, sahə və islahatların inkişafı üçün subsidiya, büdcə borclarının verilməsi. Növbəti, dövlət norma və standartlarının müəyyənləşdirilməsi, anti-inhisar tədbirlərinin həyata keçirilməsi. Növbəti, mülkiyyətin dövlətsizləşdirilməsi, yəni dövlətin mülkiyyətindən çıxarılması və özəlləşdirilməsi. Torpaqdan, sudan və başqa təbii ehtiyatlardan istifadə şərtlərinin müəyyənləşdirilməsi,
qiymətqoyma siyasətinin həyata keçirilməsi. Növbəti, investisiya layihələrinin ekspertizasının keçirilməsi və digər başqa tədbirlərinin həyata keçirilməsi. İnvestisiya fəaliyyəti iqtisadiyyatın inkişafı və uzunmüddətli dayanıqlığı üçün əsas amillərdən biridir. Bu fəaliyyət mövcud maliyyə resurslarının gələcəkdə daha çox dəyər yaratmaq məqsədi ilə yönəldilməsi deməkdir. İnvestisiya prosesi sadəcə maliyyə quruluşundan ibarət deyil. O, həmçinin istehsal gücünün artırılmasını, yeni texnologiyaların tətbiqini, infrastrukturun təkmilləşdirilməsini və yeni bazar imkanlarının yaradılmasını əhatə edir. İnvestisiya fəaliyyəti ölkə miqyasında iqtisadi artımı stimullaşdırır, yeni iş yerlərinin yaranmasına səbəb olur, rəqabət qabiliyyətini gücləndirir və innovativ inkişafı sürətləndirir. Şirkətlər və dövlət qurumları üçün bu fəaliyyət resursların daha səmərəli idarə olunmasını və gələcək gəlirlərin təmin edilməsini hədəfləyir. Məsələn, müəssisə istehsal gücünü artırmaq üçün yeni avadanlıqlar alırsa, bu həm məhsuldarlığın artmasına, həm də daha yüksək gəlirin əldə olunmasına şərait yaradır. İnvestisiya fəaliyyəti yalnız iqtisadi sahələrlə məhdudlaşmır, sosial infrastruktur layihələri, təhsil və səhiyyə kimi sektorlarda da bu prosesin mühüm hissəsidir. Dövlət tərəfindən həyata keçirilən iri infrastruktur layihələri regionların inkişafını sürətləndirir, əhalinin yaşayış səviyyəsini yüksəldir və ölkənin strateji mövqeyini gücləndirir. Bundan başqa, xarici investisiyalarda mühüm rol oynayır. Xarici sərmayə axını yeni texnologiyaların və idarəetmə təcrübələrinin ölkəyə gətirilməsinə, beynəlxalq bazarlara çıxış imkanlarının genişlənməsinə və kapital çatışmazlığının azaldılmasına kömək edir. Lakin investisiya fəaliyyəti müəyyən risklərlə də müşahidə olunur. Bazar qeyri-sabitliyi, siyasi dəyişikliklər, valyuta riskləri və digər amillər layihələrin gəlirliyinə təsir göstərə bilər. Azərbaycanda investisiya fəaliyyəti ölkənin iqtisadi inkişaf strategiyasının əsas istiqamətlərindən biridir. Müstəqillikdən sonra ölkədə həyata keçirilən iqtisadi islahatlar, xüsusilə enerji sektorunda iri layihələr, xarici investisiyaların cəlb olunmasına geniş imkanlar yaratmışdır. Bu investisiyalar sayəsində neft və qaz hasilatı artıb, ixrac potensialı güclənib və dövlət büdcəsinə daxil olmalar xeyli yüksəlmişdir. Enerji sektorunda əldə olunan vəsaitlərin bir hissəsi dövlət neft fondu vasitəsilə qeyri-neft sahələrin inkişafına yönəldilmişdir. Bu isə ölkənin iqtisadiyyatını şaxələndirməyə, kənd təsərrüfatı, sənaye, logistika, informasiya texnologiyaları, turizm və digər sahələrdə investisiya layihələrinin həyata keçirilməsinə şərait yaratmışdır. Məsələn, son 10 illikdə regionlarda sənaye parklarının yaradılması, logistika mərkəzlərinin qurulması və kənd təsərrüfatında innovativ texnologiyaların tətbiqi bu siyasətin nəticəsidir. Qarabağın və işğaldan azad olunmuş ərazilərin bərpası da hazırda ölkə üçün ən böyük investisiya proqramlarından biridir. Bu layihələr infrastrukturun, yəni yolların, hava limanlarının, enerji xətlərinin, su təchizatı sistemlərinin yenidən qurulmasını və iqtisadi həyatın bərpasını nəzərdə tutur. Həm yerli, həm də xarici investorlar üçün bu ərazilər yeni biznes imkanları yaradır. Bununla yanaşı, Azərbaycan xarici investisiya mühitini yaxşılaşdırmaq üçün vergi güzəştləri, azad iqtisadi zonalar, hüquqi islahatlar və beynəlxalq ticarət razılaşmaları kimi mexanizmlər tətbiq etmişdir. Lakin risklər də mövcuddur. Qlobal enerji qiymətlərinin dəyişməsi, xarici bazarlardan asılılıq və geosiyasi gərginliklər investisiya fəaliyyətinə təsir edə bilər. Azərbaycan üçün investisiya fəaliyyəti yalnız iqtisadi artımı deyil, həm də sosial və regional balansın qorunmasını hədəfləyir. Belə ki,
neftənkənar sektorun inkişafı, nəqliyyat logistika layihələri, insan kapitalına qoyulan sərmayələr, rəqəmsal iqtisadiyyat, turizm sektoruna yatırımlar bunlara misal olaraq göstərilə bilər. Qeyri-neft sektoru enerji asıllığını azaltmaq üçün qeyri-neft sənayesində investisiyaları artırıb. Aqroparklar, sənaye zonaları, texnoparklar kimi layihələr bu məqsədə xidmət edir. Logistika layihələri, Bakı-Tbilisi-Qars dəmir yolu, Ələt beynəlxalq dəniz limanı kimi layihələr Azərbaycanda beynəlxalq tranzit mərkəzinə çevirir və xarici sərmayədarlar üçün əlavə imkanlar yaratmışdır. Təhsil və səhiyyə infrastrukturuna yatırılan investisiyalar gələcəkdə əmək bazarının daha peşəkar və məhsuldar olmasına səbəb olmuşdur. Bugünkü mövzumuz bu qədər. Sağ olun.